Herkese salam. Bugün sizlərlə birlikdə Güvən Nəşriyyatının 11-ci siniflər üçün keçirmiş olduğu blok imtahanının suallarının izahına baxacağıq. Suallar 4-cü qrup üçün təşkil edilmiş sınaq imtahanının suallarıdır. Vaxt itirmədən suallarımıza başlayaq. Deməli, deyir ki, 61-ci sualda düzxətli bərabər təcilli hərəkət edən cismin 2-ci saniyənin sonunda sürəti 18 metr böl saniyə, 5-ci saniyənin sonundakı sürəti isə 6 metr bölünsün saniyə olmuşdur. Başlanğıc zaman anında bu cismin sürəti nə qədər olmuşdur? Yəni V0-ı bizdən soruşur. Baxın, burada deyir 2-ci saniyənin sonu. 2-ci saniyənin sonu deyirsə, artıq biz bilirik ki, burada zamanı biz 2 saniyə götürməliyik. 5-ci saniyənin sonu dedikdə isə zamanı biz 5 saniyə götürəcəyik. Hər hansı bir zamanın sonu, hər hansı bir zamanın deməli əvvəli məsələləri var. Əgər sonu deyirsə, verilmiş zamanın özünü, əvvəli deyirsə isə özündən əvvəlkini götürəcəyik. Deməli, biz gəlin burada bir hərəkət tənliyimizi yazaq. Deməli, hərəkət tənliyimizdən yazmamışdan əvvəl biz hərəkətin necə hərəkət olduğunu müəyyənləşdirməliyik. Baxırıq ki, 2-ci saniyənin sonunda 18 metr böl saniyə olub sürət. 5-ci saniyənin sonunda isə 6 metr böl saniyə olub. Demək ki, bu cisim yavaşlayan hərəkət icra edibdir. Ona görə tənliyi yavaşlayan hərəkət üçün yazacağım. V0 çıxılsın AT. Bunu 2 zaman anı üçün yazacağım indi. Deməli, 18 bərabərdir. V0 çıxılsın. Deməli, zamanın yerinə qoyuram 2A. Digər üçün yazıram 6 bərabərdir. V0 çıxılsın 5A. Buradan gəlin biz birinci təcili tapaq. Bu təcili də tapmaq üçün nə etməliyik? Təbii ki, yuxarını biz -1-ə vuraq ki, hesablamanı apara bilək. -18 bərabərdir. -V0 üstə gəlinsin 2A. 6 bərabərdir. V0 çıxılsın 5A. Tərəf-tərəfə toplayaq. Bunları tərəf-tərəfə toplasaq, bura eləyəcək -12. Bunlar ixtisar gedəcək. Burada eləyəcək -3A. A-nı tapdıq ki, buradan 4 metr bölünsün saniyənin kvadratıdır. Daha sonra A-nı hər hansı bir tənlikdə yerinə qoya bilərik. Məsələn, 18 bərabərdir. V0 üstə gəlinsin. Daha doğrusu -2A tənliyində yerinə qoyaq. 18 bərabərdir. V0 çıxılsın. 2 vurulsun 4-dən 8. V0'ımız buradan olur. 26 metr bölünsün saniyə. Axtardığımız elə bu V0 idi. Düzgün cavab olur D variantı. 62-ci sualda deyir ki, iki cisim radiusu 30 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 10 metr böl saniyə sürətlə K nöqtəsindən keçən anda, ikinci cisim 6 metr bölünsün saniyə sürətlə M nöqtəsindən keçir. Bu zaman bu cisimlərin ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın. Deməli, cisimlərin görüş müddəti çevrə üzrə hərəkətdə T bərabərdir. Delta S bölünsün V nisbi şəklində təyin olunur. Burada delta S nədir? Delta S burada cisimlər arasındakı məsafədir. Ki biz tapmalıyıq görək, cisimlər arasındakı məsafə nə qədərdir? Yəni ilk öncə bunu müəyyənləşdirməliyik. İndi fikir verin. Burada K nöqtəsi burada verilib, M nöqtəsi verilib burada. Cismin hərəkət istiqaməti də bu şəkildə saat əqrəbinin istiqamətindədir. Deməli, bunlar arasındakı məsafə bu 120 dərəcəlik bucağın qarşısındakı qövs qədərdir. Mən bu məsafəni necə tapacağam? Təbii ki, biz bilirik ki, çevrə üzrə hərəkətdə bir tam dövr 360 dərəcə hesab olunur. Yəni, bir dəfə dönmək 360 dərəcə dönmək demək. Çevrənin ümumi uzunluğu L bərabərdir, bilirik ki, 2 pi şəklində hesablanır. Əgər bu qarşıdakı bucağı 120 dərəcə veribsə, bu o deməkdir ki, mən çevrəni bu şəkildə, belə deyək də ki, qalan hissəsi bura nə qədərdir? 240 dərəcədir də. 240 dərəcədirsə, mən bunu belə bu şəkildə 3 bərabər hissəyə bölsəm, hər tərəfi nə qədər düşəcək? 120 dərəcə düşəcək də. Düzdürmü? Bir dəqiqə. Baxın, hər tərəf, daha doğrusu 3 dənə bərabər hissəyə böldüyümə görə hər birinə 120 dərəcə düşəcək. Deməli, bunlar arasındakı məsafə çevrənin ümumi uzunluğunun 1/3 qədərdir. Bunu bu şəkildə tapdıq. Deməli, 2 pi-nin 1/3-ni tapıram. Bu da eləyir
2 pi r bölünsün 3 təbii ki. Gətirək tapaq buradan. Bunu delta s işarələsək daha yaxşı olar, daha dəqiq olar. Dəqiq bunu silək. Delta s yazaq. Aha. Gətirəm yerinə qoyuram. 2 vurulsun 3. Pi-ni çünki 3 deyir bizə. Radiusu da 30-dur. Vur 30 böl 3. Pilər gedər. Bura eləyər 60 metr. Deməli, aralarındakı məsafə 60 metrdir. Gətirib yuxarıda qoyuram 60. Bəs nisbi sürəti necə tapacağım? Bax, bu şəkildən də görünür ki, cisimlər eyni istiqamətdə hərəkət edirlər. Yəni, hər ikisi belə bu şəkildə eyni bir istiqamətdə hərəkət edirlər. Yəni, çevrə üzrə saat əqrəbinin istiqamətinə hərəkət edirlər. Onda nisbi sürət, biz bilirik ki, eyni istiqamətdədirsə, onların fərqini götürəcəyik. Deməli, V2 ilə V1-in fərqi. Yəni, 10-dan çıxacam 6-nı. 10 çıxılsın 6. Burada bizə verəcək 60 bölünsün 4. Yəni 15 saniyə. Belə. Deməli, 15 saniyədən sonra bu cisimlər görüşəcəklər. 63-də deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən K və L cisimlərinin xətti sürətləri eynidir. K cisminin bucaq sürəti 15 radian bölünsün saniyə olarsa, L cisminin bucaq sürətini hesablayın. Gəlin belə eləyək. Deməli, V-lər eynidir. V1 V2-yə bərabərdir. Məndən bucaq sürətlərini soruşur. Burada radiusları da verib. 3R və R verib radiusları. V bərabərdir omega vurulsun R-ə görə. V-lər eynidirsə, omega ilə R burada tərs mütənasib basılıdır. Onda yaza bilərəm ki, omega K bölünsün omega L. RK bölünsün R, daha doğrusu tərsinə. R, L bölünsün R, K-ya. Bizə nəyi verib? K cisminin bucaq sürətini 15 verib. L cismininkini axtarırıq. RL kiçik yerə bərabərdir. RK isə 3 R-ə bərabərdir. R-lər gedər. Omega L 45 radian bölünsün saniyəyə bərabər olar. 64-də deyir ki, cismə bir düz xətt boyunca yönələn 5, 6 və 9 Newton olan 3 qüvvə tətbiq olunur. Bu qüvvələrin əvəzləyicinin ən kiçik qiyməti. Ən kiçik qiyməti tapın deyirsə, bu fərz eləyək ki, M kütləli bir cisimdir. Üfüqi səth üzərində dayanıb. Bir düz xətt boyunca bunlara qüvvələr təsir göstərir. Onda mən bunu tapsam, belə fərz eləyək ki, 6 Newton, bu da olsun 5 Newton. Onların əksinə də bir 9 Newton fərz eləyək ki, təsir göstərir. Onda əvəzləyici olacaq nə qədər? 2 Newton. Gəlin görək, 2 Newtondan daha kiçik bir qiymət alırıqmı biz? Bunun üçün də gəlin fərz eləyək ki, 5 ilə 9 eyni istiqamətdədir, 6 onların əksinədir. Belə olan halda isə əvəzləyici 8 olur. Əgər ki, biz deməli 6 ilə 9-u eyni istiqamətdə, 5-i də əks götürsək, burada isə olur əvəzləyici qüvvə 10 Newton. Deməli, elə ən kiçik variant 2 Newton imiş. 65-də nə deyir? Deyir, 8 kiloqram kütləli cisim müəyyən hündürlükdən sərbəst düşür. Sərbəst düşmə zamanı bu cismin çəkisi və cismə təsir göstərən ağırlıq qüvvəsinin qiymətini hesablayın. Ümumiyyətlə, yoldaşlar, bir şeyi yadınızda saxlayın. Cisim istər sərbəst düşsün, istər şaquli yuxarı atılsın, istər şaquli aşağı atılsın. Bunun heç bir fərqi yoxdur. Cismə təsir göstərən ağırlıq qüvvəsi hansı hal olursa olsun, mg-dən fərqli qiymət almır. Ağırlıq qüvvəsi ancaq mg-dir. Ona görə də mən bunun ağırlıq qüvvəsini tapıramsa, 8 vurulsun 10 eləyəcək 80 Newton. Yəni, bu cismin, 8 kiloqram kütləli cismin ağırlığı 80 Newtondan fərqli bir qiymət almayacaq. Ona görə də ağırlığı götürürük 80, C ilə D və A gedir. Sərbəst düşən bir cismin təcili, aldığı təcil, sərbəst düşmə təcilinə, yəni J-yə bərabərdir. Cisim aşağıya doğru hərəkət etdiyinə görə, özdəki sərbəst düşən cisim aşağıya doğru yeyinləşən hərəkət edir. Buna görə də onun çəkisi P bərabərdir M, J çıxılsın A düsturu ilə hesablanmalıdır. A-nın qiymətini demədik J-yə bərabərdir. Gətirirəm bura J-ni qoyuram. M, J çıxılsın J. Bərabər olur 0-a. Ona görə də deyirik ki, sərbəst düşən cismin çəkisi 0-a bərabər olur. Yəni, sərbəst düşən cisim çəkisizlik halında olur. Düzgün cavab olur B variantı. 66. Cisim yer səthindən V0 sürəti ilə şaquli yuxarı atılmışdır. Bu cisim
Yer səthindən 4v0 sürətlə Şaquli yuxarı atıldıqda onun uçuş müddəti necə dəyişər? Şaquli yuxarı atılmış cismin uçuş müddəti t uçuş 2v0 bölünsün j ifadəsi ilə təyin olunur. Birinci halda t1 2v0 bölünsün j'dir, çünki başlanğıc sürətimiz v0'dır. İkinci halda isə 2 vurulsun 4v0 bölünsün j'dir. 2v0 bölün, buna t desəm, bu da olacaq onda nə? 4t. Deməli, bizim başlanğıc sürəti 4 dəfə artıranda uçuş müddətimiz də nə olub? 4 dəfə artıb. Düzgün cavab olur A variantı. 67 deyir, sıxılmış yaya bərkidilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Cismə təsir göstərən sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Sıxılmış yay dedikdə bu yay deməli sıxılırsa, orada sıxılmanın əksi istiqamətində, yəni bu istiqamətdə bir elastiklik qüvvəsi yaranır. Yay sükunətdədirsə, deməli əvəzləyici qüvvə sıfırdır. Buna görə də deməli burada yaranan sükunət sürtünmə elastiklik qüvvəsinin əksi istiqamətində və ədədi qiymətcə elastiklik qüvvəsinin qiymətinə, ədədi qiymətinə bərabər olan bir qüvvə yaratmalıdır ki, sistem sükunətdə qalsın. Deməli, bu istiqamətdə, yəni D variantında olduğu istiqamətdə cismə sükunət sürtünmə qüvvəsi təsir göstərir. 68-ci sualda deyir ki, sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsindən asılılıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürtünmə misalları arasında hansı münasibət doğrudur? Deməli, sürtünmə qüvvəsi F sürtünmə bərabərdir μ n şəklində təyin olunur. Yəni, μ sürtünmə misalının n reaksiya qüvvəsinə hasilidir. Mən buradan μ-nü tapsam, μ bərabərdir F sürtünmə bölünsün n şəklində təyin edə bilərəm. Baxıram ki, F sürtünmə ilə n bir-biri ilə düz mütənasib asılıdır. Onda belə edə bilərik. Deməli, biz bu qrafikdə və buradan bir dənə düzbucaqlı üçbucaq yaratsaq. Bu aradakı bucağa, bu bucağa deyirəm alfa 1, bu bucağa deyirəm, kiçik bucağa deyirəm alfa 2. İndi Fs buradır, n-dəki buradır. F-in n-ə nisbəti bizə bu bucaqların nəyini verir? Yəni, qarşı katetin, bitişik katetə nisbəti bilirik ki, tangens alfanı verir. Deməli, μ tangens alfaya bərabərdir. Tangens də artan funksiyadır. Bilirik ki, bucağın böyük qiymətində tangensin qiyməti də böyük olur. Onu da deyə bilərəm ki, buradakı şəkilə əsasən, yəni qrafikdəkinə əsasən, alfa 1 bucağı alfa 2 bucağından daha böyükdür. Onda tangens alfa 1 də tangens alfa 2-dən böyükdür. Onda deyə bilərik ki, deməli, μ1 böyükdür. 2 və 3 də eyni xəttin üstündə olduğu üçün bunlar da bir-birinə nədir? Bərabərdir. Deməli, μ1 böyükdür, μ2 ilə μ3 də bir-birinə bərabərdir. Düzgün cavab olur μ1 böyük, μ2, μ3 bərabər Y variantı. 69-da deyir ki, elastiki deformasiya olunmuş, verilmiş yayın sərtliyinin onun uclarına təsir göstərən qüvvənin qiymətindən asılılıq qrafiki hansıdır? Deməli, biz bilirik ki, F bərabərdir Kx-dir, düzdürmü? Hooke qanununa görə K delta x hətta. Buradan K-nı tapsam, K bərabərdir F bölünsün delta x olacaq. Və bu ifadəyə əsasən biz deyə bilərik ki, K ilə F düz mütənasib asılıdır. Lakin bu belə deyil. Ümumiyyətlə, K nə elastiklik qüvvəsindən, nə də ki, yayın uzanma və sıxılmasından asılı deyil. Burada yəni delta x həm uzanmadır, həm sıxılmadır. K-nın özünün asılı olduğu düstur, daha doğrusu K-nın özünün asılı olduğu kəmiyyətlərin olduğu düstur S-yə bölünsün L0 ifadəsidir. Yəni ona görə də biz deyirik ki, K sərtlik əmsalı elastiklik qüvvəsindən asılı deyil. Olur A variantı. 70-də deyir ki, 30 Newton dartı qüvvəsinin təsiri altında düzxətli hərəkət edən 10 kq kütləli cismin sürətinin modulunu zamandan asılılıq qrafiki verilib. Cismə təsir göstərən sürtünmə qüvvəsinin modulunu hesablayın. Mən qrafikdən baxıb görürəm ki, hərəkət yavaşlayan hərəkətdir. 4 saniyədən sonra bizim cismin sürəti olub 0. Fikir verin, 20-dən düşüb 0-a. Da görsək, 20-dən düşüb 0-a. Deməli, bu cisim yavaşlayan hərəkət icra edib. Mən də bilirəm ki, yavaşlayan hərəkət üçün hərəkət tənliyimiz F sürtünmə çıxılsın F dartı bərabərdir MA şəklində olacaq. Niyə görə F sürtünmə çıxılsın F dartı? Çünki yavaşlayan hərəkətdə sürtünmə qüvvəsi dartı qüvvəsindən daha böyük olur. Mən buradan A-nı tapa bilərəm, düzdür? A-nı tapsam, yəni qrafikdən A-nı tapsam, A bərabərdir. Deməli, 20 çıxılsın, belə eləyək ya da. Deməli, 0 çıxılsın 20 bölünsün 4. V çıx V0-dır da. Eləyir -5.
Biz də burada modulla yazacağıq onu. Çünki proyeksiyaya baxmıram da, modulla işləyirəm. -5. Deməli, burada bu da göstərir ki, doğrudan da cisim yavaşayan hərəkət icra edib. Onda sürtünmə qüvvəsinin modulunu soruşmur məndən. Gətirəm F sürtünmə çıxılsın. Dartı qüvvəmiz 30-dur. 30 bərabərdir. Kütləsi 10, təcilimiz 5. Buradan F sürtünməni tapıram ki, 80 Newtona bərabərdir. Bu şəkildə olur Y variantı. Çəkisiz yaydan asılmış 4 kiloqram kütləli cisim şaquli aşağı istiqamətdə yönəlmiş 10 Newton qüvvə ilə dartılır. Tarazlıq halında yayda yaranan elastiklik qüvvəsinin modulunu hesablayın. Baxın, bu aşağıya doğru F qüvvəsinin təsiri ilə dartılır. Onda dartılmanın əksinə burada bir elastiklik qüvvəsi yaranacaq, düzdürmü? Burada bir elastiklik yaranır. Digər tərəfdən bu cismə aşağıya doğru da bir ağırlıq qüvvəsi təsir göstərir. Burada təsir göstərən qüvvələrin hamısını çəkdik, göstərdik. Deyir, sistem sükunətdə qalması üçün, yəni tarazlıq halında bu iki qüvvənin cəmi, yəni mj ilə F-in cəmi bizə verməlidir elastiklik qüvvəsini. Elə bu da məndən elastiki soruşur. F elastiki bərabərdir. 4 vurulsun 10, üstə gəlinsin 10. Eləyir bu da 50 Newton. C variantı. 72-dir. Şaquli aşağı istiqamətdə 2 metr bölünsün saniyə sürətlə bərabər sürətlə hərəkət edən liftin döşəməsindəki cismin çəkisi 48 Newton olarsa, bu cismin kütləsini hesablayın. Cisim əgər bərabər sürətlə düşürsə, aşağıya doğru hərəkət edirsə, onun çəkisi elə P bərabərdir mj ifadəsi ilə təyin olunacaq. Buradan m-i tapsam, m bərabərdir 48 bölünsün 10 eləyəcək 4,8 kiloqram. Düzgün cavab olur B. Üfüqi səth üzrə yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş kütləli cismin tormozlanma müddətinin onun başlanğıc impulsundan asılılıq qrafiki hansıdır? Tormoz müddəti T bərabərdir V0 bölünsün μj-dir. Hər tərəfi m-ə vursam, yəni sürət və məxrəci m-ə vursam, mv0 bölünsün m μj. mv0 mənə verir P0-ı, μj də verir F sürtünməni. Buradan baxıram ki, T tormoz P0-la düz mütənasib asılıdır. Onda cavab olur B variantı. 74-də deyir ki, 8 kiloqram kütləli cismi, kütləsi 6 kiloqram olan bir cis lincin hansı nöqtəsindən asmaq lazımdır ki, linc tarazlıqda qalsın? Baxın, burada 15 kiloqramlığın aşağıya doğru 150 Newton ağırlığı var. Digər tərəfdən linç bir cinsdir. 6 kiloqramda kütləsi var bunun. Onda bunun ağırlıq mərkəzini mən tapmalıyam. Deməli, baxıram ki, linç 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 bərabər hissəyə bölünübdür. Onda bunun ağırlıq mərkəzi elə tən ortaya. Yəni, 8-in yarısı neçə olur? 4. Yəni, baxın, bura düşəcək. 6 kiloqramdırsa, onda 60 Newtonda bunun ağırlığı var. Digər tərəfdən bu 8 kiloqramın da 80 Newtonluq ağırlığı var. İndi mənə deyir ki, bu 80 Newtonu dayaqdan hansı məsafədə asmalıyam ki, sistem tarazlıqda qalsın? Momentlər qaydasını tətbiq edirik. Momentlər qaydasına görə saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmalıdır. 150 Newton bunu dayaq ətrafında saat əqrəbinin əksinə, 60 ilə 80 isə saat əqrəbi istiqamətində fırladacaq. Onda 150 vurulsun, dayaqdan 150-nin məsafəsi 2 damadır. Bərabərdir 60 vurulsun, 60-ın dayaqdan məsafəsi 1 dama, üstə gəlinsin 80 vurulsun x, bilmirəm də nə qədərdir. Bura verir 300, 300 bərabərdir 60 üstə gəlinsin 80x, aşağını silək. Aha. 60-ı keçirsəm bu tərəf eləyəcək 240 bərabərdir 80x-ə, x də bərabərdir buradan 3. Deməli, dayaqdan 3 dənə məsafədə, baxın, dayaqdan 3 dənə məsafə, buranı silsək, daha aydın görərik. Dayaqdan 3 dənə məsafə, 1, 2, 3. Baxın, bir dəqiqə, daha dəqiq çəkək. 1, 2, bu da 3. Gələcək, düz, bax, bu 3 nöqtəsindən buradan cisim asılacaq və sistem tarazlıqda qalacaq. Düzgün cavab olur C variantı. 75-də deyir ki, qüvvə momentinin sabit qiymətində qüvvənin modulunun qüvvə qolundan asılılıq qrafiki hansıdır? M bərabərdir F vurulsun D ifadəsinə əsasən M sabitdirsə, bu konstantdırsa, onda F ilə D bir-biri ilə tərs mütənasib asılıdır. Tərs mütənasib asılılığın da qrafiki D variantında olduğu kimidir. 76. Deyir, verilmiş kütləli cisim blokların köməyi ilə hamar maili müstəvi boyunca bərabər sürətlə qaldırılır.
Sistem qüvvədə neçə dəfə qazanc verir? Gəlin belə eləyək. Bunu bir araşdıraq bu şəkli. Deməli, burada cismə təsir göstərən qüvvə F-dir, düzdürmü? F, ipdəki qüvvə F-dir. F, baxırıq ki, eyni ipdə, eyni qüvvə olduğu üçün bura F-dirsə, burada F-dir, onda burada F-dir. Deməli, burada F qədərlik qüvvələr var. Deməli, bu aşağıdakı bu balaca bloku saxlayan qüvvə nə qədərdir? 2F qədərdir. Digər tərəfdən bu M kütləli cismə təbii ki, ağırlıq qüvvəsi təsir göstərir. Aşağıya doğru bir mg var. Bura alfa desək, bu bucaqda onda alfa olacaq. Bura olur mg kosinus alfa. Bu toplananı da olacaq mg sinus alfa. Deyir ki, bərabər sürətlə qaldırılır. Yəni, əvəzləyici qüvvə yoxdur. Əvəzləyici sıfırdır. Onda belə çıxır ki, buradakı bu 2F qüvvəsindən mg sinus alfa bir-birini tarazlaşdırır. Yazıram 2F bərabərdir mg sinus alfa. Və sinus alfa nə qədərdir? Sinus alfanı da tapmağımız üçün bizə burada mail müstəvinin hündürlüyünü və uzunluğunu verib. Bilirik ki, alfa bucağının sinusunu tapdıqda bucağın qarşısındakı tərəfi hipotenuza bölməliyəm. Hipotenuz 15-dir, tərəf 3-dür. Deməli, 3 böl 15. Bura mənə verəcək 5-də 1. Gətirəcəm, bax, bu 5-də 1-i qoyacam burada yerinə. Bərabərdir, mg bölünsün 5. F də bərabər olacaq, mg bölünsün 10-a. Bu nə deməkdir? Bu deməkdir ki, bizim sistem qüvvədə düz 10 dəfə qazanc verir. Düzgün cavabımız olur D variantı. 77. O nöqtəsinə nəzərən F qüvvəsinin qolu hansıdır? Biz bilirik ki, qüvvə qolu dedikdə ya qüvvənin özünə, ya da qüvvənin uzantısına endirilmiş perpendikulyar nəzərdə tutulur. Yəni, dayaqdan qüvvənin özünə və ya da qüvvənin uzanmasına perpendikulyar yönəlməlidir. Burada mən bu qüvvənin uzantısını çəksəm, qüvvənin uzantısı, baxın, gəlir, bu istiqamətdə belədirsə, onda ona perpendikulyar olan tərəf elə şəkildə də göstərilib. Baxın, buradadır. Bu da D olacaq, nə? O, C parçası. Olur. Düzgün cavabımız A variantı. 78. Kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə 2 metr bölünsün saniyə kvadratı sabit təcrülə qaldırılır. İpin sərbəst ucuna təsir göstərən F qüvvəsinin qiymətini hesablayın. Blokların çəkisi və blokların oxunda sürtünmə nəzərə alınmır. Deməli, burada bu F qüvvəsidir ucundakı. Qalxırıq, eyni ipdir. Eyni ipdə də eyni qüvvə olduğu üçün burada da F-dir, burada da F-dir. Onda bu aşağıdakı 10 kiloqramı 2F saxlayır. Digər tərəfdən aşağıya mg var, düzdürmü? Sistem də A təcilindən yuxarıya doğru qalxır. Onda nə edirik? Burada hərəkət tənliyini yazıram. A istiqamətində olan 2F-dir. 2F çıxılsın mg bərabər MA-ya. 2F bərabərdir M J üstə gəlinsin A. F bərabərdir M J üstə gəlinsin A bölünsün 2. Bərabərdir. M-imiz 10-dur. J 10-dur. 10 üstə gəlinsin 2 bölünsün 2. Burada bizə verir nə qədər? 60 Newton. C. Hansı cihazlardan istifadə edərək cismin kinetik enerjisini təyin etmək olar? Gəlin kinetik enerjinin düsturlarını yazaq əvvəlcə. Kinetik enerjinin düsturları Y kinetik bərabərdir. MV kvadratı bölünsün 2-dir. P kvadratı bölünsün 2M'dir. Bir də PV bölünsün 2-dir. Deməli, deyir spidometr. Bəli, baxırıq ki, sürət var. Deməli, spidometrdən ölçə bilərik. Tərəzi, bəli, kütlə də var. Deməli, tərəzi ilə də ölçmək olar. Dinamometr qüvvəni ölçür. Düsturumuzda qüvvə olmadığı üçün düzgün cavab olur B, 1 və 2. 2Y potensial bölünsün X ifadəsi hansı fiziki kəmiyyəti təyin edir? Deməli, Y potensialın düsturları Kx kvadratı bölü 2, yayın potensial enerjisidir bu təbii ki. F elastik kvadratı bölünsün 2K, Fx bölünsün 2. Biz burada 2Y potensial bölünsün X dedikdə, baxın, bu sonuncu düsturdan 2Y potensial bölünsün X tapsaq, nəyi tapırıq? F'i tapırıq. Yəni, elastiklik qüvvəsini tapmış oluruq. Cismin kinetik enerjisinin onun impulsunun modulundan asılıq qrafiki M sabitdir. Kinetik enerjinin düsturlarını az öncə yazdıq. MV kvadratı bölü 2, P kvadratı bölü 2M, PV bölünsün 2. İndi bunlardan hansını biz götürəcəyik? PV bölünsün 2-ni mi götürəcəyik, yoxsa P kvadrat bölü 2M'i mi götürəcəyik?
Baxın, m bərabər konstant deyir. Deməli, bu ifadəyə əsasən biz qrafiki quracağıq. Yekun etdik. M sabit olduqda p kvadratla düz mütənasib asılıdır. Yəni, impulsun kvadratından düz asılıdır. Ona görə parabola olur B variantı. Təcil və impuls üçün Euler-Venn diaqramına uyğun ifadələri müəyyənləşdirin. Vektorial fiziki kəmiyyətdir. Bilirik ki, həm təcil, həm də impuls vektorialdır. Ona görə ortaq deyir. Sürət istiqamətində yönəlir. Sürət istiqamətində yönələn impulsdur. Əvəzedici qüvvə istiqamətində yönələn təcildir. Düzxətli bərabər sürətli hərəkətdə sıfıra bərabərdir. Təcil düzxətli bərabər sürətli hərəkətdə sıfıra bərabərdir. Uyğun variant olur Y. 80-ci deyir ki, açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə ağırlıq qüvvəsinin qüvvə momentinin təsiri ilə əvvəlki vəziyyətinə qayıdırsa, bu növ tarazlıq dayanıqlı tarazlıq hesab olunur. İşini atırıq bura. Tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə əvvəlki vəziyyətə qayıda bilmir. Bu növ tarazlıq deməli dayanıqsız tarazlıq olur. Halında olan cismin ixtiyari vəziyyətində ona təsir göstərən qüvvələrin əvəziyyəti sıfıra bərabərdir. Bu, fərqsiz tarazlıq deməkdir. Dayanıqlı tarazlıq vəziyyətində olan cisim potensial enerjiyə malik olur. Deməli, dayanıqlı tarazlıq vəziyyətində cisim minimal potensial enerjiyə malik olur. Dayanıqsız tarazlıq vəziyyətində olan cisim isə maksimal potensial, daha doğrusu yerlərini səhv yazdım. Minimum 5-dir, maksimum 4-dür. Deməli, 5, burada 4. Deməli, 83-də bu şəkildə açıq sual imiş. Aha, deməli, 2, 3, 1, 5 və 4. Deyir, günəş ətrafında orta sürəti 30 km bölünsün saniyə olan yerin 5 dəqiqə ərzində getdiyi yolu kilometrlə hesablayın. Deməli, L bərabərdir. V vurulsun T-yə əsasən tapırıq. V-miz 30 km-dir, bölünsün saniyədir. Zamanda 5 dəqiqədir. Dəqiqəni saniyəyə çeviririk. 5 dəqiqəmiz buradan tapsaq 300 saniyə olur. Vururam 300-ə. Eləyir. Deməli 9000 kilometr. Deməli bizdən F gərilmə qüvvəsinin qiymətini soruşur. Gəlin biz birinci bu T-nin qiymətini tapaq. Daha doğrusu T-nin qiymətini verib. Gəlin biz burada belə eləyək. Deməli, bu T ipdə eyni gərilmə olduğu üçün burada da T olacaq. Onda baxın, T burada 2M-i və 3M-i saxlayır. Onda yazıram T bölünsün 5M bərabərdir. F isə gərilmə, yalnız 3M-ə təsir göstərir. F bölünsün 3M. M-lər gedər. T-miz 30-dur. 30 bölünsün 5 bərabərdir. F bölünsün 3. F də eləyər 18 Newton. Belə. Deməli, 86-da deyir ki, tarazlıq halındakı çəkisiz yaylardan asılmış cisimlərin kütlələri və yayların sərtlikləri uyğun olaraq verilmişdir. Yaylarda yaranan elastiklik qüvvəsi və yayların potensial enerjiləri arasında hansı münasibət doğrudur? Yay verilib və yaydan bir cisim asılıbsa, bu yayda yaranan elastiklik qüvvəsi belə təbii ki, yuxarıya doğrudur. Çünki bunun MG-si onu aşağıya doğru dartır və əks istiqamətdə yayda bir elastiklik yaranır. Və belə olan halda elastiklik qüvvəsi həmişə MG-yə, yəni ağırlıq qüvvəsinə bərabər olur. Ona görə də birincidə F1 bərabərdir M1J, digəri üçün isə F2 bərabərdir M2J şəklində olacaqdır. Deməli, mənə nə deyir? Bunları təyin etdiksə, M1 2M2-yə bərabərdirsə 2M2J olur. Onda buradan görürəm ki, F1 bərabər olur 2F2-yə. Bunu tapdıq. F1 2F2-dir, yəni ikinci düzgündür. Digər tərəfdən nəyi deyir tap? Deyir ki, potensial enerjiləri müəyyənləşdir. Potensial enerji Y potensial bərabərdir. F elastiki kvadratı bölünsün 2K-ya bərabərdir. Birinci üçün tapsam, F1-in kvadratı bölünsün 2K1. F1-imiz oldu nə qədər? 2M2J. Yəni 4M2 kvadratı J kvadratı bölünsün 2 K1 ilə K2 də bərabərdir. K ilə işarə eləyək bunları da. İkinci üçün isə yazıram F2-nin kvadratı bölünsün 2K bərabərdir. F2 isə M2J-dir. M2-nin kvadratı J-nin kvadratı bölünsün 2K. Buradan baxıram ki, buna M2 kvadrat J kvadratı böl 2K-ya bir dənə Y desəm, onda bu olur 4Y. Deməli, onda Y1 bərabər olur 4Y-yə və 6. Yəni 2 və 6 düzgün cavablardır.
Deyir, fiziki cəmiyyətlər və onların vahidləri arasındakı uyğunluğu müəyyən edin. Çəki, impuls və enerji. Çəkinin vahidini bilirik ki, çəki qüvvədir və newtonla ifadə olunur. Ona görə Y bura uyğun gəlir. İmpuls nədir? Impuls P bərabərdir MV-dir. Onda impulsun vahidi də olur. Kiloqram vurulsun, metr bölünsün, saniyə. C impulsa gedir. Enerji isə jouldur. D. Joulun özünün açılışı isə newton vurulsun, metrdir. Bu isə kiloqram vurulsun, metr, bir dənə də metr var, metrin kvadratı bölünsün, saniyənin kvadratıdır. Ona görə bura B-də uyğun gəlir. Olur 1Y, 2C, 3C, DB. Hətta, üzr istəyirəm, burada newtonu da biz açsaq, newton bizə verir. Kiloqram vurulsun, metr bölünsün, saniyənin kvadratı. Deməli, A variantı həm də çəkinin, yəni newtonun əsas vahidlərindən açılışıdır. Bu şəkildə. Situasiya sualına baxırıq. Deyir, üfüqi səth üzrə qoyulmuş 4 və 6 kiloqram kütləli 2 taxta parçası iplə bir-birinə bağlanıb. Cisimlər sabit 20 newton qüvvənin təsiri ilə 6 metr bölünsün saniyə sürətlə düzxətli bərabər sürətlə hərəkət edirlər. Bir müddət sonra cisimləri bağlayan ip qırılır. Hər iki cisimlə üfüqi səth arasında sürtünmə misalları eynidir. İpin çəkisi nəzərə alınmır, J-ni isə 10 qəbul etməyimiz bizə bildirilir. Deməli, 88-ci sualda bizə deyir ki, cisimlərlə səth arasında sürtünmə misalını hesablayın. Baxın. Burada bizə nə verir? Deyir ki, 6 metr böl saniyə sürətlə düzxətli bərabər sürətlə hərəkət edir. Deməli, bu o deməkdir ki, əgər səthlə də sürtünmə varsa və F qüvvəsinin dart istiqamətində bu cisimlər bu şəkildə, burada da təcil yazıblar əslində, bu istiqamətdə bir F qüvvəsinin təsiri ilə hərəkət edir. Onda bizim burada səthlə M2 və M1 cisimlərinin arasında bir sürtünmə yaranır. Buna desəm F sürtünmə 1, buna da deyirəm F sürtünmə 2. Biz nə bilirik? Biz bilirik ki, cisim bərabər sürətlə hərəkət edirsə, əvəzləyici qüvvə 0-dır. Bu o deməkdir ki, burada cisimlərə təsir göstərən qüvvələr bir-birini tarazlaşdırmalıdır. Onda bu 20 newton 2 dənə F sürtünməni tarazlaşdırır. F bərabər olur F sürtünmə 1 ilə F sürtünmə 2-nin cəminə. Gəlin bunları biz belə yazaq. 20 bərabərdir. F sürtünmə 1-ə yazıram. M1 mü J. Üstə gəlsin, çünki müləri deyir, eyni götür də. İkincisine yazıram M2 mü J. 20 bərabərdir. Mü J-ni çıxardıram mötərizə xərcinə. M1 ilə M2-ni toplayıram, eləyir 10. Buradan mü-nü tapıram ki, 20 bölünsün 100 eləyəcək 0.2. Deməli, mü-müzü tapdıq. Mü-müz 0.2 idi, bizdən də bunu soruşurdu. 89-da isə bizə deyir ki, ip qırılandan sonra cisimlər necə hərəkət edər? Bax, ip qırılmayıb hələ ki. Qırılmamışdan qabaq düzxətli bərabər sürətlə hərəkət edirdi. İndi gəlin buradan ipi götürək. İp qırıldı. Burada M2-yə ancaq sürtünmə təsir göstərir. Biz də bilirik ki, bir cismə yalnız sürtünmə qüvvəsi təsir göstərirsə, həmin cisim yavaşlayan hərəkət icra edəcək. Yəni, burada cismə təsir göstərən qüvvə yalnız sürtünmə olduğu üçün əvəzləyici qüvvə elə sürtünmənin özünə bərabər olacaq. Və ona görə də deyirəm ki, ikinci cisim bərabər yavaşlayan hərəkət edəcək. Digəri bəs nə edəcək? Digərinə də təbii ki, sürtünmə qüvvəsi təsir göstərəcək. Amma bu cisim təsir göstərən sürtünmə qüvvəsindən əlavə olaraq həm də 20 newton dartı qüvvəsinin təsiri altında hərəkət etdiyinə görə mən burada birinci gəlin sürtünməni tapaq, görək nə qədər sürtünmə təsir göstərir. Mü M1J-dən 0.2 vurulsun 10 vurulsun M1-imiz nə qədərdir? 4. 8 newton qüvvə təsir göstərir. Deməli, sola 8 newtondur, sağa da 20 newton dartır. Deməli, burada dartı sürtünmədən daha böyükdür. Dartı da sürtünmədən böyükdürsə, deməli, burada cisim necə hərəkət edəcək? Bərabər yeyinləşən hərəkət edəcək. 90-da nə deyir? Deyir, ip qırıldıqdan sonra ilk 3 saniyə ərzində M2 cisminin getdiyi yolun zamandan asılılıq qrafikini çəkin. Qrafiki asılılıqda 3 saniyə ərzində gedilən yolun qiymətini hesablayın. Deməli, mənə deyir ki, M2 necə hərəkət edəcək? Daha doğrusu M2 nə qədər yol gedəcək? Baxın, ip qırılır. Mənə də məsələnin şərtində deyirdi ki, cisimlər 6 metr böl saniyə sürətlə hərəkət edirlər. Düzxətli bərabər sürətlə hərəkət edirlər. İp qırılandan sonra bizim bu cisim onda bunun hərəkət etdiyi 6 metr böl saniyə sürəti ip qırılandan sonra bunun elə başlanğıc sürəti olacaq. Bu cisim başlanğıc sürətlə başlayacaq hərəkət etməyə.
V0 başlanğıc sürəti ilə hərəkət edəcək. Bizim hərəkət tənliyi necədir yavaşlayan hərəkət üçün? V bərabərdir, V0 çıxılsın AT şəklindədir, düz deyilmi? Burada gəlin birinci A-nı tapaq. Biz bayaq dedik ki, ikinci cismə ancaq sürtünmə təsir göstərdiyi üçün əvəzləyici qüvvə, yəni MA bərabər olmalıdır M2 mü J-yə. Yəni M2A bərabərdir M2 mü J-yə. M-lər buradan ixtisar getsə, A bərabər olur mü J. Elə bilirik ki, yalnız sürtünmənin təsiri altında hərəkət edən cismin təcili mü J ilə tapılır. Buradan mü J əsasında A-nı tapsam, 0,2 vurulsun 10-dan, bura eləyəcək 2 metr bölünsün saniyənin kvadratı. Digər tərəfdən, biz belə eləyə bilərik. Görək bu cisim neçə saniyədən sonra dayanacaq. Çünki yavaşlayan hərəkətdə cisim müəyyən bir zaman müddətindən sonra dayanır da, düzdür? Onda bax, bu yuxarıdakı ifadəni gəlin sıfıra bərabərləşdirək. Əvvəl bir tənliyi yazaq. V bərabərdir. Dedik ki, onun 6 metr bölsün saniyə sürəti V0-dır. 6 çıxılsın 2T. Bu ifadəni bərabər eləyirəm sıfıra. Tapıram ki, T bərabərdir 3 saniyəyə. Deməli, 3 saniyədən sonra cisim yavaşlayacaq. Bəs yavaşlayan cisim nə qədər yol gedir? S bərabərdir V0T çıxılsın AT kvadratı böl 2 qədər yol gedir. S-i tapsam, S bərabər olur. 6 vurulsun, 3 saniyə ərzində demir. 3 çıxılsın, 2 vurulsun, 9 bölünsün 2. Burada verir 9 metr. Deməli, cisim 3 saniyəyə 9 metr yol gedib. Onda qrafiki çəksəm, buralarda bir yerdə qrafiki çəkək. Qrafiki çəksəm, onda belə bir qrafik olacaq. Cisim yavaşlayan hərəkət edir. S-in T-dən asılılıq qrafiki. Belə bir yavaşlayan qrafik olacaq. Dəyərlərini də çəksək. Deməli, bura bizə verəcək 9, buradakı 3. Bu şəkildə bütün sualların izahına bir yerdə baxdıq bugün sizlərlə.